Və digər bir adda var, Ahmet. Əslində buna bir qədər təəccübləndim. Amil Seydiyev də o mövqeyə, o zonaya namizədlər siyasındadır. Amma böyük ehtimal ki, Qismət Aliyevin gəlməsi daha real görünür. Fərqli futbolçulardanmı? Təbii ki, fərqli futbolçu. Yəni Amil Seyidiyevlə Qismət Aliyevin əgər indi belə səhv başa düşülməsin, əgər bir məşqçi Amil Seydiyev də istəyirsə, Qisməti də istəyirsə, orada problem var. Razıyam. Bildim əslində hansı nöqtəyə vurmağa Yəni çünki çalışırsan. o tam fərqli bir oyun üslubu olan futbolçulardır. Həm də nəzərə alaq ki, hazırda Qismət daha formadadır. Yox, formadan söhbət getmir. Oyun stili olaraq. Yəni oyun üslubu olaraq Bəli. Amil Seyidiyevlə Qismət Aliyev fərqli oyun üslubuna malik oyunculardır. Yəni ona görə də məncə bu hər ikisinin birdən yəni istəməyi bilmirəm. Mənə görə burada biraz hardasa mənə görə deyirəm yenə də, yəni qeyri-müəyyənlik var. Ola bilər, amma hazırki məqamda bildiyimiz qədərilə Qismət Əliyevlə danışıqlar başlayıb, start götürüb və Neftçi heyətinə qatmaq istəyir. Qismət Əliyevin də müqaviləsi yayda bitir, azad agent kimi Neftçiyə qoşula bilər.